Məsələn, bir xəyanəti, bir kişinin xəyanətini bağışlamaq lazım deyil. Yəni, bağışladığın anda, ondan sonraki vaxt zaman itkisidir deyə düşünürəm. Eğer bir dəfə xəyanəti bağışladınsa, o münasibət bəlkə ola bilər 1 il, 2 il, 3 il, 5 il sonra, amma bitəcək. Yəni orada xəyanət varsa, o münasibət bitəcək. Sadəcə olaraq insan istəmir, bitirmək istəmir, inanmaq istəyir, güvənmək istəyir. İndi biz başqa ədəbdən böyüyürükdə fikirləşirik ki, yəni etməyək, bitməsin, dağılmasın, keçdikcə keçirik, amma yəni hədərdir məncə. Xəyanət varsa anında da bitirmək lazımdır deyə düşünürəm. Vəfa demək ki, xəyanəti əsla bağışlamır. Mən o qədər çox ən çox bağışlayan, bəlkə də yəni bağışlayan bir qadın olmuşam. Amma boşdur, yəni dəyməz. Yəni qozbeyli qəbir düzəldər mi? Boş-boşuna vaxt itkisidir. Yəni bu insan ola bilər ki, çox dəyərli insan ola bilər, çox hörmətli bir insan ola bilər. Yəni sənin üçün hər şey eləmiş ola bilər. Amma xəyanət varsa bir gün bitir. O hisslərin bitir, qadın özünü alçalmış, nə qədər sənətində, işində güclü olursan ol, nə qədər sənin imkanların olursa olsun, əgər sənə xəyanət olunursa sevdiyin tərəfindən, sən artıq heç nədən, yəni belə deyək də, heç nə səni xoşbəxt eləyə bilmir, heç nə. Düzgünmü anladım, təhlil etdim? Bu ayrılığa səbəb olan elə sırf xəyanət olurmu? Xəyanətə görə bu ayrılıq baş verilmir. Şəxsi həyatdan danışıram. Bəli, xəyanətə görə. Sırf xəyanətə görə. Bəs o dediniz ki, ən çox xəyanətə göz yuman, görməzdən gələn, üstündən keçən mən olmuşam. O bəs sonuncu damla nə oldu ki, o kəsanı aşırdı, kəsə daşdı artıq vəfa yox dedi. Bilirsiniz necədir, o elə bil ki, insanın bir limiti olur da, gəlirsən, balaca bir, bəlkə də bir söz üstündə bitdi, bilmirəm. Artıq xatırlamıram nə üstündə bitib, amma bəlkə də bir söz üstündə bitdi, amma onlar əsas bitirən xəyanətdir deyə düşünürəm. Ən əsas odur.